Hər kəsə salam arzulayıram ki, yaxşısınız, arzulayıram ki, özünüzü yaxşı hiss edirsiniz. Mən astroloq Hacıyev Rəşad və gəlin görək 2026-cı ildə bizi nələr gözləyir. 2025-ci il ilan ili idi və bizim bir çox insan üçün çətin keçdi. Bir nöqtədə qabığımızı dəyişdiyimiz, köhnə yaralarımızla üzləşdiyimiz, bəzilərimizin travmatik hadisələr yaşadığı bir il idi 2025-ci il. 2025-ci il əslində qorxularımızla üzləşdiyimiz dərin və transformativ bir il idi və 9 numeroloji olaraq da 9 rəqəminin enerjisində idi. Yəni bir bitişi təmsil edirdi. İlan da eyni şəkildə bitişi təmsil edir. Yəni ki, deyə bilərik ki, 2025-ci il olduqca sərt enerjiləri və mənəvi enerjiləri daşıyırdı. Bizi bəlkə də istəmədiyimiz şeylərlə belə üzləşdirdi. Lakin 2026-cı il elə bir il deyil. 2026-cı il olduqca şanslı və gözəl bir il olacaq. 2026-cı ildə həyatımızda bir çox gözəlliklər, şanslar özünü göstərə bilər. 2025 sanki ayın ili idi, gecənin ili idi, amma 2026-cı il isə günəşin ilidir. Numeroloji rəqəmi 1-dir. Yeni başlanğıcları təmsil edir. 2026-cı ildə bir çox xəyallarımız, arzularımız və hədəflərimiz sürətli bir şəkildə gerçəkləşə bilər, reallaşa bilər. At ilinin olmağı azadlıq, cəsarət, həyat enerjisi gətirir. 2025-də sanki biz qabığımızı dəyişdik və 2026-cı ildə artıq ağrısız bir şəkildə, azad bir şəkildə hərəkət edə bilərik, var ola bilərik və özümüzü gerçəkləşdirə bilərik. Buna görə də 2026-cı ilin enerjisi çox şanslı, çox gözəl, çox xoşbəxt və çox pozitivdir. Eyni şəkildə astroloji olaraq baxdığımız zaman 2025-ci ildə ağırlıqlı olaraq balıq və qız burcu tutulmaları oldu. Bu, bəzi insanların sağlamlığına, iş həyatına, bəzi insanların isə psixoloji vəziyyətinə və mənəvi dünyasına təsir elədi. Bu mövzularda sarsılmalar, yıxımlar və yenidən doğumlar, dəyişimlər və ya transformasiyalar bəlkə də təcrübə elədilər. Lakin 2026-cı ildə baxdığımız zaman bu tutulmaların seyri dəyişir. Yenə balıq və qız tutulmalarımız davam edəcək 2026-cı ildə. Bu yenə də bizim müəyyən qədər mənəvi olaraq dəyişimlər yaşamağımıza və iş həyatı, sağlamlıq kimi mövzularda transformasiyanın, dəyişimin davam eləməyinə səbəb verə bilər. Lakin artıq 2026-cı ildə şimal və cənub ay düymləri bürcü dəyişir və bununla bir yerdə tutulmalar şir və dolça bürcü əksinə keçəcək. Bəs bu nə deməkdir? 2026-cı ildə biz daha çox sevgi, eşq mövzuları ilə bağlı dərin dəyişimlər və transformasiyalar təcrübə edə bilərik. Bununla yanaşı dostluqlarımızla bağlı köklü böyük dərin dəyişimlər təcrübə edə bilərik. Həyatımıza yeni dostlar girə bilər və ya hər hansı dostlarımız həyatımızdan çıxa bilər. Bununla yanaşı dolçanın enerjisi 2026-cı ildə, yəni 2026-cı ilin tutulmalarında dolça enerjisi var. Bu da bütün bürclərə çox güclü təsir edir. Belə ki, 2026-cı ildə ümidlərimiz, arzularımız, xəyallarımızla bağlı böyük yeni qapılar açıla bilər və ya biz xəyallarımız, arzularımız yolunda güclü bir şəkildə irəliləyə bilərik. Bir çox insanın 2026-cı ildə uşağı olmayan ya da uşaq istəyən insanların bəlkə də 2026-cı ildə uşağı ola bilər. Bundan əlavə özümüzə yeni hobilər, yeni maraq dairəmizdə olan şeylər tapa bilərik və həyatdan zövq ala bilərik, həyatın keyfini çıxarda bilərik. Uzun sözün qısası 2026-cı il olduqca isti bir ildir. Fiziki olaraq istiliyi bilə bilmərəm, mən hava proqnozu eləmirəm, amma bildiyim şey odur ki, mənəvi olaraq isti, içimizin hissinəcəyi və ruhumuzun sevgi, eşqlə daha çox dolacağı bir ildir. 2026-cı ildə öncəliyimizin, belə deyək, sevgi, dostluqlar olacağını dedim, lakin ən böyük öncəlik dostluqlar olacaq. Siz yaxşı bir şəkildə başa düşəcəksiniz ki, əsl dostlarınız və ya ətrafınızda dostluq qurduğunuz insanlar yaşadığınız bir çox sevgidən daha dəyərlidir. Çünki cənub ay düymü şirdədir, şimal ay düymü dolçadadır. Yəni getdiyimiz yol əslində azadlığımıza, gücümüzə, ümidlərimizə, xəyallarımıza getdiyimiz yol və dostluqlarımıza gedən yoldur. 2026-cı ildəki yol bu şəkildə bir yoldur. Biz xəyallarımıza, arzularımıza, karyeramızdan gələn qazanclara və dostluqlarımıza, sosial çevrəmizə, bəlkə populyarlaşmağa daha çox yönələ bilərik. Uzun sözün qısası 2026-nın enerjisi olduqca gözəldir. Saturn və Yupiter də 2026-cı ildə bürcü dəyişəcək. Fevralın 14-dən etibarən Saturn balıq bürcündən çıxır və Qoç bürcünə keçəcək. Bu da balıq bürcülərinin biraz rahatlamağına səbəb verəcək. Balıq bürcləri, əkizlər bürcləri, qız bürcləri və oxatan bürcləri 2023-cü ilin martından təxminən, fevral martlarından etibarən, daha çox martlarından etibarən müəyyən qədər sınaqlarından zaman-zaman qarşılaşırdılar. Artıq demək olar ki, 3 ilə yaxındır ki, Saturn balıq bürcündə idi və bu həm balıq bürcünün, qız bürcünün və əkizlər, oxatan bürclərinin həyatında karmalar ödəmək, sınaqlar, zorluqlar və çətinliklər gətirirdi. Lakin
Lakin 2026-cı ildə bu enerjinin fevralın 14-ü bitəcəyini deməyimiz mümkündür. Bununla yanaşı Saturn balıqdan çıxır, amma qoça keçir. Bu deməkdir ki, qoç bürcləri, tərəzi bürcləri, oğlaq bürcləri və xərçəng bürcləri həyatınızla bağlı önəmli bir 3 ilə girirsiniz. Qarşıdan gələn 3 il, yəni 2026-nın fevralın 14-dən etibarən və ondan sonraki illər, 2026, 27, 28-ci illər həyatınızla əlaqədar karmalarınızı ödəyəcəyiniz, sınaqlarınızı verəcəyiniz və böyüyəcəyiniz illərdir. Bu dönəmdə inkişaf edəcəksiniz, böyüyəcəksiniz və özünüzlə üzləşəcəksiniz, özünüzü tapacaqsınız. Bir nöqtədə kim olduğunuzu, nə istədiyinizi daha yaxşı dərk edəcəyiniz önəmli, müəyyən qədər bəzi yüngül də ya da yüngül, orta bilmirəm, çətinliklərin ola biləcəyi, amma sizi böyüdəcək və inkişaf etdirəcək, sizi otuzduracaq, kök atmaq mənasında, dünyayı kök atdıracaq önəmli bir perioddan keçəcəksiniz. Hazır olun. Fevralın 14-dən etibarən bu enerji yavaş-yavaş başlayacaq və müəyyən dönəmlərdə daha da dominantlaşacaq. Bununla yanaşı Qoç bürcü, Saturnun Qoç bürcünə keçməyi 2026-cı ildəki ən böyük sınağımızın öz şəxsiyyətimizlə əlaqədar olacağını deyir bizə. Bədənimiz, şəxsiyyətimiz, özümüz, mənliyimizlə bağlı sınaqlarla qarşı-qarşıya gələ bilərik. Kimik, nəyik, nə istəyirik, ən böyük istəklərimiz nədir, hansı mövzuda səbirli oluruq, hansı mövzuda sakit oluruq, bu mövzularla bağlı müəyyən qədər dəyişimlər və sınaqlar yaşaya bilərik. 2026-cı ilin iyun ayından etibarən isə Yupiter bürc dəyişəcək. 2026-cı ilin ilk yarısında, yəni ilk 6 ayında xərçəng bürcləri olduqca şanslı olacaq. Bununla yanaşı Əqrəb bürcləri, balıq bürcləri, qız bürcləri və buğa bürcləri də ekstra güclü şanslarla qarşı-qarşıya gələcək. Bürcünüz bu olsun ya da olmasın, 2026-cı ilin ilk yarısı Yupiter xərçəngdə olacaq deyə ailə, ev, yuva kimi mövzular həyatınızda daha dominant ola bilər. Ev kimi mövzular, yəni mal-mülk mənasında da həyatınızda daha ön planda ola bilər. Lakin 2026-cı ilin ikinci yarısındasa, yəni təxminən iyulundan etibarənsə Yupiter şirə keçir. Ondan sonra ən böyük şanslı dönəm şirlər üçün başlayır. Bundan yanaşı qoçlar, ox atanlar, tərəzilər və əkizlər bürcləri üçün olduqca şanslı və gözəl dönəmə girirsiniz. Və bürcünüz nə olursa olsun, 2026-cı ilin ikinci yarısından etibarən həyatınızda sevgi, eşq, flört, uşaqlar, əyləncə kimi və bəlkə də seksuallıq kimi mövzular daha şanslı, gözəl və pozitiv ola bilər. 2026-cı ilin əsaslı tutulmalarının şir dolça olduğunu demişdim. Bu da şir dolça bütün 2026-cı ildə şir dolça bürclərinin həyatında böyük dəyişimlər, transformasiyalar gətirə bilər. Xüsusən də yüksələn şir və yüksələn dolçalar evlənə bilər, boşana bilər, ailə qura bilər, öz görünüşləri ilə bağlı köklü böyük dəyişimlər yaşaya bilər ya da önəmli sevgi münasibətlərindən keçə bilərlər. Bununla yanaşı da bu həm də çox güclü bir şəkildə təsir edəcək buğalara və əqrəblərə. Bu deməkdir ki, 2026-cı ildə buğa və əqrəb bürclərinin də həyatlarında köklü böyük dərin dəyişimlər və transformasiyalar özünü göstərə bilər. Bununla yanaşı balıq-qız tutulmaları da davam edir deyə qız bürcləri, balıq bürcləri, əkizlər və ox atan bürclərinin həyatındakı transformasiya və dəyişim küləkləri hələ də, belə deyək, əsməyə davam edir və o dəyişim hələ də bir dönəm daha davam edəcək və bu periodda balıq və qız bürcləri də ailə qura bilər, evlənə bilər və ya boşana bilər. Yəni 2026-cı ilin ən əsaslı və güclü hadisələri bunlardır. Ən əsasən Saturnun bürc dəyişməyi, Yupiterin bürc dəyişməyi və bundan əlavə olaraq Neptunun və s. bürc dəyişmələri var. Uran, belə deyək, Uranda bürc dəyişir. Amma mən ən çox 2026-ya təsir edici enerjinin bunlar olduğunu düşünürəm. Uzun sözün qısası belə. İndi fərdi olaraq öz bürcünüzə qulaq asa bilərsiniz. Burada bu videoda deyil, bu video 2026-nın ümumi analiz, ümumi enerjisi haqqında danışır. Yəni bütün bürclərə aid sözlərdir. Amma öz bürcünüzə gedərək dəqiq bir şəkildə 2026-da sizin nələrin gözlədiyini öyrənə bilərsiniz. YouTube kanalımdan tapa bilərsiniz. Çalışın ki, xüsusən də yüksələn bürcünüzə qulaq asın, amma yenə də öz bürcünüzə də qulaq asa bilərsiniz. Ən yüksək xeyrinizə xidmət edəsin. 2026 manifestlərinizin çox sürətlə gerçəkləşəcəyi və arzularınızın təzahür ola biləcəyi önəmli şanslı, böyük və transformativ bir dönəmdir. Cəmiyyətlər arasında çox böyük dəyişimlər yaşana bilər. Bir çox cəmiyyətdə köklü transformasiyalar ola bilər və əsaslı olaraq 2026-cı il cəmiyyət, xalq və xalqın idarəsi ilə bağlı böyük transformasiyanı təmsil edir. Lakin mən bunu xüsusən Azərbaycan üçün demirəm, dünya üçün deyirəm. Bir çox dünyada dünya liderləri və xalq arasındakı dərin dəyişim küləklərinin, transformasiya küləklərinin necə əsəcəyini qlobal olaraq dünyada görə bilərik. Ən yüksək xeyrinizə xidmət edəsin. Sevgi və işıqla qalın.